Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə qat-qat xəmirin necə hazırladığımı bölüşmək istedim. Videoda da göründüyü kimi istər şirniyyat olsun, istər başqa şey olsun, bişirə bilərsiniz. Əvvəlcə buzlu suya biraz duz, limon duzu, biraz soda, sirkəni qatıram. Sonra isə 1 kiloqram una, 2 yumurtanın sarısı, 130 qram kərə yağını əlavə eləyib xəmir yoğururam. Qeyd edim ki, xəmir çox bərk xəmir olmalıdır. Bərk xəmir olanda yaxşıdır ki, qatları qəşəng bilinir. Yumşaq olmamalıdır. Sonra isə açıb yağla doldururam. Mən qeyd edim ki, 450 qram kərə yağından istifadə elədim. Bu formada qatlayıram, xaldenliyə qoyuram. 2-3 saat gözlədikdən sonra çıxardıb təzədən yayıb xəmiri yavaşca yaymalısınız ki, xəmir cırılıb, yağ çıxmasın. Bu formada yavaşca yaydıqdan sonra təzədən xəmiri qatlayıb, yenə xaldenlikdə 2-3 saat gözlədirəm. Bu formanı 2-3 dəfə təkrarlayıram, 3 dəfə təkrarlayıram. Hər dəfə bu formada yayıb, qatlayıb, xaldenlikdə gözlədirəm. Ən az 2-3 saat gözləməlidir. Ən axırda isə yayıb, 4-cü dəfə isə yayıb, bişirəcəyim şeyi bişirirəm. Çox gözəl, qatları bilinən xəmir alınır. Siz də bu formada hazırlaya bilərsiniz. Həm rahat, həm də möhtəşəm qatları bilinən xəmir olur. Mən burada kesib hazırlamışdım. İçərisinə kesmik doldurub üçgən şəklində belə şeylər hazırlamışdım. Çox gözəl alındı. Hamının da xoşuna gəldi. Siz də hazırlayın mütləq. Videomu bəyəndiyseniz, sona kimi izlədiyseniz like eləyin. Fikirlərinizi bildirin. Sağ olun. Və siz necə hazırlayırsınız? Mənim hazırladığım xəmir sizin xoşunuza gəldiysə, kommentlərdə yazarsınız.